Getdi. Ramın da bir dənə sən. Ya adətimiz. Yağı necə axır? Başlanğıcla lülə ilə başladı. Nə başlayırıq, davam eləyəcək. Qovurma ilə küftə ilə. Bu suala canı sağ eləsin. Çox dadlıdır. Getdi dayısı. Ay can. Bana cancı gəl. Bu balıqhanı pişirlər. Pisi bir dənə şəkildə deyil, bir dənə balıqhanıdır. Bunun dünyada yox da yer kürəsində. Özü təmiz məzundur, natiqin daşı məzun. Bu balıqhanı pişirlər. Bax, qovurmanın kartofu. Bundan heç bir şey yoxdur da, qırığın bir şeydir. Balıqhanın ələngəsidir. Balıqhanın ələngəsi. Ay can. Mərcun. Bu bizim küftələrimiz. Maşallah olsun. Bu küftələrdən hələ heç yerdə yoxdur. Yer kürəsində. Buna bax. Əsl məzun deyil da. Mərcun. Buna bax. Ancaq natiqi yandı. Məntiqin mərcunu. Buna bax. Sən də buna bax. Orma, ay can. Onu dur belə. Gəl bunu ormaya bax. Bəh. Manqal preludiyası bitdi, gəlmiş indi əsas yeməkləri gözləyirik. Bax, bura gələsi olsaz, bu süzməni mütləq sifariş edin. Çünki çox səviyyəlidir, çox superdir. Düzdür? Barmağı. Əsrin gözəli gəlir. Bu qovurma. İçinə də küftə gəlir. Əsl Bakı küftəsi. Kəndləri ayırmaq lazımdır. Elə Bakı küftəsi. Yağı da. Qaynardır, amma çox yumuşaqdır həqiqətən də. Ya. O balıqhanı qovurmasıdır ya. Bakı. Özüdür. Deyib ki, bu balıqhanı qovurmasıdır. Elə. Pivək əti çox qəşəng, yumuşaqdır, dadlıdır, yiyiləsidir. Bunu hətta sənə deyim, ortasında bu yağ var. Bunu elə-belə buraxmaq olmaz. Momentdir. Bir dənə nüansı var. Bu süfrədə baş soğanı yatan çıxır. Qardaşım, sənə zəhmət, bir dənə baş soğan. Deməli, biz indi yediyimiz bu qovurmadır, Bakı qovurması deyirəm, bir də Bakı küftəsi. Bakı toylarının əvəz olunmaz bir nemətidir. Həmişə masalarda bu iki dənə yemək həmişə olur. İlkin bizə bir üstə, küftə üzrə ekspert. İlkin, küftə yoxsa küftə? Hələ küftədir. Bəli. Əsas odur ki, dadlı olsun. Bəli. Əsas odur ki, Bax. həqiqətən də dadlı olsun. Küftə qaşıq vuranda partlamalıdır. Yəni o bulyonu şəffaf olmalıdır, bəli. Soğan yaddan çıxmışdı amma gəldi. O qədər xoşumuza gəldi ki, lüləsi ki, yenidən zakaz verdi, gördüyünüz kimi. Qovurmadan qalmadı, küftədən qalmadı. Demək olar ki, bura gəlmək üçün səbəbdir. Küftə yəni çox bomba getdi. İndi ən azından ilkin Nida Savrat xoşuna gəldi. Qovurma çox qəşəng idi, xoşumuza gəldi. Lüləsi də öz yerində, hansı ki manqal başı bayaq yedik. Faktiki olaraq Bakıda çox az yerdə var, belə Bakı qovurması, küftə verən yeri azdır, belə klassik styldır. Ona görə də gəlməyə dəyər, dadmağa dəyər. Yeni məkanda ən azından. Ümumiyyətlə, Balaxanıda belə yerlərin çox olmağı, ümumiyyətlə Bakı ətrafında yerlərin çox olmağı mənim özümə çox xoşum gəlir. Çünki daha yeni məkanlar açılır, daha yeni coğrafiyalar gəlib kəşf edirsən. Həmçinin Balaxanım da qəşəng rekonstruksiya edə bilər, kəndin özünün içini. Orada qəşəng gəzməli yerlər var. İlkin necə davolun oturur. Yəni biz küftədən sonra oturmuşuq, qarnımız küf eləyir. Hər şey əladır. Ələkbər, belə bayaqdan oxuyursan, nəsə belə maraqlı. Nədir o? Bu hesabdır. Aha. Hesabla çıxdı 71 manat. Küftə neçədir? Əsas yeməklər, küftə parça, bir porsu, yəni bir dənədir 10 manat. Aha, qovurma. Qovurma isə bir porsu 8 manat. Bizə də 3 dənə idi, 24 manat. Okey, bəs lülə? Lülə 6 manatadır. Lülə yaxşı. Belə, qalan da yəni sizə limonad da acı qadağan süzmə onu demirəm. Əsas yeməklərin qiyməti budur. O da belədir vəziyyət. Elə budur. Həmişə yeyib içməklərdə